Mən Rzayeva Vüsalə, həkim terapevtəm. 25 ilə yaxındır ki, həkim terapevt kimi fəaliyyət göstərirəm. Bugün sizə daha çox rastlaşdığımız bir mövzu olan B12 yüksəkliyi haqqında sizə qısa məlumat verəcəm. B12 vitamini suda həll olan vitamindir. Böbrəklər vasitəsilə xaric olur. B12 vitamini digər vitaminlərdən fərqli olaraq B12-nin orqanizmin depolanması baş verir və bu depolanma qaraciyərdə olur. B12 vitamini yüksəkliyi orqanizmə heç bir zərər verməz. Biz çox hallarda B12 yüksəkliyini təsadüfi yoxlamalar zamanı aşkarlayırıq. Ona görə də B12 yüksəkliyi ilə xəstə gələn zaman ilk növbədə xəstədən maraqlanırıq. B12 vitamini qəbul edibmi? B12 ilə zəngin olan qidalar, ət, süd, yumurta bu kimi qidalar istifadə edibmi? Böbrəklərin fəaliyyəti haqqında maraqlanırıq. Yəni, əgər böbrəklərin fəaliyyəti pozulmuşdursa, B12-nin böbrəklə atılması pozulur. Nəticədə B12 yüksəkliyi yaranır. Qaraciyər xəstəlikləri zamanı, qaraciyər çatışmazlığı zamanı B12 vitamininin depolanması pozulduğundan həmçinin B12 yüksəkliyi ilə biz rastlaşırıq. B12 həmçinin onkoloji xəstəliklər zamanı, qan xəstəlikləri zamanı yüksəkliyi müşahidə oluna bilər. Revmatoloji xəstəliklər zamanı müşahidə oluna bilər B12-nin yüksəkliyi. B12 yüksəkliyinin xüsusi spesifik müalicəsi yoxdur. B12 yüksəkliyi ilə rastlaşdığımız zaman ilk növbədə əgər xəstə B qrup preparatları istifadə edirsə, bu preparatları dayandırmağı tövsiyə edirik. Xəstənin qidalanmasına fikir veririk. Ət, süd, yumurta kimi qidaları rasiondan çıxarmağı tövsiyə edirik. 3-6 aylıq fasilələrlə qanda B12-nin səviyyəsinə baxırıq. Əgər B12-nin səviyyəsi normaya düşməyibsə, onda xəstə həkim tərəfindən ətraflı araşdırılır.